Saçımın rəngini dəyişdim. Kraskamı qoydum, amma saçım hələ nəmlidir. Qurulamadan çəkirəm ki, qulluğumdan danışım. Belə bir spreydən, firmanı göstərməyim. Bir də belə bir yağdan istifadə edirəm. Arda-arda vururam. Birinci spreydən, sonra yağdan. Çünki saçım bir-birinə çox dolaşır. Açırdım deyə saçımı. Bir-birinə çox dolaşır. Dolaşmağının qabağını alır. Yəni, hasanlıqla saç daranılır. Kim istəsə, şəklini çəkib göndərə bilərəm. Nədən istifadə edirəm. Bir də yadınızdadır, tökülməyə qarşı yağ göstərmişdim. Onun düzdür başqa firmadır, amma ona aid bir şeydir. Bu da bibarlıdır, qırmızı bibarlı, tökülməyə aid. Amma bu yuyulmur, yəni başda saxlanılmır. Sadəcə yenə də saçlarının dibinə çəkirəm, masaj edirəm. Gündə 2 dəfə olar, sabah, axşam. Yenə də bibarlıdır, firmasını göstərməyim. Belə. Bunun elini çəkib sonra saçımı qurudacam. Çox elə sevmirəm. Niyə? Çünki qışqasını açandan sonra çətin olur vurmaq başının dibinə. O pıskırtma ilə olanı sevirəm. O da ki, nə qədər axtardım, tapmadım. Adden satışda olur. Pıskırtma qabları gələk ondan zakaz eləyəm. Bunu onun içinə tökəm. Yoxsa belə narahat oluram. Belə başının dibinə, yalnız dibinə. Çünki saçımız tez kirlənməsin deyə. Yalnız saçın dibinə. Və yüngül barmaqlarınızın altından masaj etmək lazımdır. Hələ yeni vurdum, masaj eləməyə başladım. Amma saçımın dibi, başımın dibi artıq yandırır. Bu gözəl bir işarətdir. Çünki demək, düzgün bir şey almışam. Həqiqətən biberlidir. Yəni, giydirmə deyil. Saçlarıma çox həssasam. Yəni, üzdən də çox, nə bilim, qaşdan, gözdən də çox. Ən çox saçlarıma fikir verirəm. Saçlarıma zaman ayırıram, vaxt ayırıram. Və saçlarım qısa bir müddətdə artıq demək olar ki, tökülməsi də yanıqdır deyə, qırılmağı da yanıqdır deyə uzanır. Amma çox gec uzanır deyim sizə saçım. Vitamin də içməyə başladım. Görək nə göstərir, çünki saçımı uzatmaq fikrim var. Və vitaminlər kömək edirmi? Tabaqdan da vitamin içmirəm. Çox da səhv edirəm. Gözəl bir şey deyil, vitamin də içmək lazımdır. Yeni saçlarımın rəngi tünd tutdu, açıq idi. Uşaqlara başım qarışdı. Yarım saatın əvəzinə 45 dəqiqə tutdum. 15 dəqiqəyə də tündləşir, amma xoşuma gəlir, bəyənirəm. Yəni, elə də qara deyil, əsas odur qara deyil, qara sevmirəm. Belə. Özüm çıxdım çölə ki, rəngi bilinsin. Çünki evin işığında heç bilinmir, bəlkə də çölün işığında bilinər. Yəni, belə şokolad rəngi.